Hoş gördük değerli AHB TV izleyicileri. AHB studiyasındayıq və sizi olduqca maraqlı bir söhbət gözləyir. Bugün çox dəyərli bir qonağımız var. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, yazıcı, jurnalist, şair, folklorşünas və eyni zamanda musiqi tədqiqatçısı və əlbəttə ki, uzun illər pedaqoq kimi musiqi sənətinin sirlərini gənc nəslə öyrətmiş professor Əhsən Rəhmanlı bugünkü verilişimizin qonağıdır. Bugün Azərbaycan musiqisindən, musiqinin mahiyyətindən və musiqinin bugünündən danışacağıq. Bizimlə olun, bizdən ayrılmayın. Əhsən mənim, xoş gəldiniz. Mən sizi verilişimizin əvvəlində təqdim etdim, amma həm də bəstəkarsınız. Azərbaycan musiqisinə neçə əsərlər təqdim etmişsiniz. Bunu da demək özümə borc bilirəm. Bugün yəqin ki, izləyicilərimiz üçün də maraqlı söhbətimiz olacaq. Biz adətən bu studiyada tarixdən, ədəbiyyatdan, dindən, dildən, türk dünyasından danışırıq. Əlbəttə ki, musiqisiz mədəniyyət olmaz. Bir xalqın mədəniyyətində musiqi xüsusi çəkiyə malikdir. Və biz buna əsrlərdən gələn bir musiqi tariximiz var bundan bağlı. Əgər etiraz etməsəz elə bununla başlayaq. Xalqın mədəniyyətində musiqinin yeri nədir? Musiqi ümumiyyətlə bir xalqın mədəniyyətində hansı çəkiyə malikdir? Bir də musiqişünas dilindən, tədqiqatçı dilindən eşidək bunları. Hər hansı bir xalqın həyatında musiqi əhəmiyyətli rol oynayır. Çünki musiqi həmin xalqın mədəniyyətinin parlaq nümunəsidir. Təbliğat vasitəsidir. İnsanlara zövq aşılayır. İnsanların yalnız zövqün deyil, mənəvi dünyasında tərbiyə edir. Dünya yaranandan musiqi də olub. İnsanlar quşların oxumağından nəsə götürüblər, nəsə öyrəniblər. Bu Yunan filosofu Demokrit yazır ki, biz insanlar ev qurmağı qaranquşlardan, tor toxumağı hörümçəklərdən, oxumağı bülbüllərdən öyrəndik. Əslində təbiətin özündə musiqi var. Meşənin xışıltısı özü musiqidir. Bulağın şırıltısı musiqidir. Quşların oxuması musiqidir. Mənim həyətimdə göyərçinlər var, qumrular var, oxuyan sığırçınlar var, şanapipik var. Görürsən ki, günün müəyyən saatlarında onlar oxuyurlar. Səhər tezdən o quşların səsini eşidirəm, onların səsini ayırıram. Daha doğrusu, səhər yuxuya getmək istəyəndə onları eşidirəm və onlardan ruhlanıram. İnsan cəmiyyəti yaranandan musiqi bərqərar olub, hər xalqında özünə xas musiqisi var. Bu musiqi içərisində Azərbaycan musiqisi əhəmiyyətli rol oynayır. Çünki Azərbaycan musiqisi həddən artıq zəngindir. Ona görə şeirlərin birində deyirəm ki, çox sevirəm musiqini, vurğun olduğum sənəti. Azərbaycan ölkəsidir musiqinin səltənəti. Böyük bir dövr ərzində yaranmış musiqi, Azərbaycan musiqisi dünyanın hər yerinə irəliləyib, hər yerə yeriyib. Dünya musiqi xəzinəsinə daxil olub. Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun və başqalarının əsərləri dünya musiqi xəzinəsinə daxil olub. Bunlar ən nadir nümunələrdir. Fəxr etməliyik, fəxr edirik. Həmçinin orta əsrlərdə dünya mütəfəkkirləri musiqi haqqında fikirlər bildiriblər. Şərq dünyasının alimləri, şairləri, mütəfəkkirləri də həmçinin, bu sırada Azərbaycan mütəfəkkirləri də. Hamısının sözləri bir-birindən qiymətlidir. Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Xaqani, Nəsimi, Füzuli öz əsərlərində, poemalarında mütləq mənada musiqiyə toxunublar. Musiqinin təsir qüvvəsini açmağa çalışıblar. İnsana necə təsir edir?
Bundan başqa onların əsərlərində çalğı alətlərinin adına rast gəlirik. Muğamların adını yazırlar, bildirirlər, izahını verirlər. Bundan başqa hətta saraylarda olan ən nadir çalğıçıların adlarını çəkirlər. Bu bir. Ona görə də bu Şərqin böyük duhası İbn Sina da musiqi haqqında fikir bildirib. Deyib ki, musiqi insan bədəninin bir hissəsidir. Elə bir hissəsidir ki, ürəkdən sinəyə axaraq onu vəcdə gətirir, duyğulandırır, xoş arzular dünyasına aparır. Həmin işələ müəyyən qədər Nizaminin də əsərində var. Ta ki, deyir ki, müğənni, çal oxu, dilə gəlsin saz. Bülbüllər bağçada səssiz oturmaz. Oxu vəcdə gəlsin sinəmdə ürək. Biz də dinləyərək xoş dövran sürək. Nizami Gəncəvi demək olar ki, musiqini dərindən bilib, musiqinin açımını edib və onun əsərləri bugünkü günə qədər gəlib çatıb və orada musiqiyə necə dəyər verilir, hamısı göstərilib. Görün, Məhzun nə deyir? Bu həyat gülşəninin xoş havası musiqidir. Məhəbbət aləminin rəhnuması musiqidir. Qəmi küdurətə düşməndir xoş sədası ilə. Nə dərd olarsa könüldə şəfası musiqidir. Əslində elm sübut edir ki, musiqi həm də şəfaçıdır. Musiqi insanlara şəfa verir. İndinin özündə də var. Dünyanın çox klinikalarında musiqi ilə insanları müalicə edirlər. Əhsən müəllim, siz Azərbaycan musiqisi ilə bağlı mən əlavə sual verəcəydim, amma siz özünüz keçid etdiniz. Mənim də bir orta musiqi təhsilim olduğu üçün biraz musiqidən anlayışım var. Azərbaycan musiqisi adı gələndə burada şübhəsiz ki, Fərabinin adını xüsusi qeyd edirlər, Marağeynin adı qeyd olunur, Səfiyyəttin Ürməvi və bu günümüzə qədər, bugün də müasir, yəni 20-ci əsr şairlərindən Şəhriyarın şeirlərində, Bəxtiyarın muğam poeması bizim dillər əzbərimiz idi. Şəhriyar yazırdı, mən ərişan oxusam, pəncə əraq üstə gəzər, gözəlim türk olalı, tərk icazə eyləmişsən. Deməli, muğamları bilirdilər bir şair. Amma mənim üçün bilirsiniz nədir maraqlı olan? Yəni, müxtəlif dövrlərdə müxtəlif şairlər, özəlliklə qəzəl şairləri çox müraciət ediblər bu musiqi janrına, musiqidən bağlı. Amma bizim musiqimizin tarixi hardan yaranır? Həmin musiqi ki, məsələn, belə bir dastan da var ki, bir ud musiqi çalmaqla o vaxt Hülakü xanın zülmündən neçə min insanları da musiqi xilas edib. Yəni, musiqinin belə sehirləri var. Bizim musiqimizin tarixini kimdən başlayırıq? Əslində, siz dedikləriniz tam doğrudur. Yəni, Əl-Fərabinin də musiqi haqqında dərin fikirləri, risalələri var. 13-cü əsrdə yaşayıb yaratmış Səfiyyəttin Ürməvinin musiqi haqqında düşüncələri, fikirləri, izahları və risalələri var. 14-cü əsrdə Səfiyyəttin Ürməvi də öz risalələri ilə, ifaçılığı ilə meydanda idi və yazdıqları bir günə qədər gəlib çatıb. Bəzi adamlar elə bilirlər ki, hələ musiqi orta əsrdə başlayıb, elə deyil. Musiqi, bayaq qeyd etdiyim ki, dünya yaranandan başlayıb. Hətta rəvayətə görə belə deyirlər ki, hərçəndir rəvayətdir, amma mən inanıram ki, Allah Teala mələklərə tapşırmışdı ki, deməli, 4 cür torpaqdan, qara, qırmızı, sarı, boz torpaqdan ki, Adəmin palçığını yoğursunlar. Və yoğurdular, onun heykəlini yaratdılar. Sonra dedi ki, ona gedin, can üfürün, o hərəkətə gəlsin, 40 gündən sonra. Rəvayətə görə onun canına Ras muğamı üstündə. Əzrail gəlib. Ras muğamı üstündə can üfürüblər ona. Aha, can üfürüblər. Gəlib o hərəkətə. Bu rəvayətdir, ancaq mən inanıram. Ona görə də dünyada birinci muğam kimi rast qəbul olunur, rast sayılır. Ağsaqqalı sayılır muğam. Bəli, Ümmül muğam deyirlər ərəblər, yəni muğamların anası. Anasıdır, hə. Özdəki yeganə muğamdır ki, yaranandan bir günə qədər öz sanallığını qoruyub saxlayıb.
Lakin onun içərisində çox şöbələr, güşələr olub ki, sonra ayrılıb, ayrıca muğam olublar. Mahur məsələn. Çoxsu. Tutaq ki, vaxtı ilə Uşaq muğamı olub ayrıca. Bəli. Ki, Nəsimi qəzəlində Uşağın adını çəkir, Zirəfkəndin adını çəkir, düzdür? Doğru. Yaxşı, Uşaq indi kiçik bir şöbədir rastın içində. İndi məsələ ondadır ki, düz deyirsiniz də, məsələn, o Seyyid Əzim Şirvaninin də musiqi haqqında dərin fikri var. Gül şıqıl, ey ki bilirsən, özünü vaqifi kar, qulaq as, gör ki nədir naleyi, ney, nəğmə itar. Üzübəri şairlərimiz, qəzəlxanlarımız hamısı deyiblər də, Əliağa Vahid nə qədər musiqidən qəzəllər yazıb, Əliağa Bakir də yazıb. Üzübəri siz Bəxtiyarın adını çəkdiniz, bəli, Bəxtiyar Vahabzadə muğamlarımızın hamısının mənzərəsini verib, muğam poemasında öz fikirlərini bildirib və orada onun fəlsəfəsini açmağa çalışıb. Kimsə deyə bilər ki, mən səhv fikri yürüdürəm, xeyr. Onun fəlsəfəsini ondan qabaq hələ Asif Ata da açırdı. O da filosof idi. Əlbəttə. Onun uçalmaq bacarığı da olub. Ruh şad olsun. Bilirsiniz, mən düşünürəm ki, muğamların fəlsəfəsini açmaq mümkün deyil. Çünki muğamlar birbaşa kodlarla ilahiyə bağlıdır, göylərə bağlıdır. Danışa bilərik, izahlar verə bilərik, amma tam şəkildə onun mənzərəsini açmaq, yəni fəlsəfəsini açmaq mümkün deyil. Əsəd müəllim, bir məqamı da xüsusi qeyd etmək istəyərdim ki, bəzən muğama sahiblik məsələsində fikirlər toqquşur. Məsələn, muğamı Azərbaycanda kifayət qədər, yəni həm Üzeyir bəydən Zübəri bunu klassik musiqiyə tətbiq ediblər və muğam Azərbaycanda, yəni ortaya qoyulası bir səviyyə gəlib çatıb. Amma Hindistanda raqa var, İranda təbii ki məqamlar var bununla bağlı və muğamın tarixinin əsasən hansı coğrafiyaya aid olması ilə bağlı fikriniz nədir? Muğamlar şərq dünyasında yaranıb və inteqrasiya edərək bir çox ölkələrdə yayılıb. Məsələn, siz deyirsiniz raqa, bəli, Hindistanda raqa deyirlər, bir başqa ölkədə xəyal deyirlər. Tutaq ki, İranda dəstgah deyirlər, bizdə muğam deyirlər. Bu, Türk respublikaları var ki, mukam, makam. Doğru. İşlədirlər də bu sözləri. Hətta Anadolu'da uzun hava deyirlər. Hə. Bu, ortaq musiqidir. Kimsə öz adına çıxır, ona razılaşmaq olmaz. Muğamların tarixindən istədiniz açım edək. Yazılı mənbələr göstərir ki, bu qədim Şumerlər ki yaşayıblar, o ərazidə muğam mövcud olub. Özdə eramızdan əvvəl. Gil lövhələrdə bəzi məsələlərə toxunurlar da. İndi eramızdan əvvəl mövcud olan muğam, gör əsrləri adlaya da gəlib çatıb, yenə də inkişaf edib. İndi UNESCO illər öncə Azərbaycan muğamına birinci yer verdi. Bundan İran dövləti narahat oldu. Bundan bu Türkiyə Respublikası da narahat oldu. Uyğurlar da narahat oldu. Pakistanın da muğamı var. Hindistan'da muğam var. Narahat oldular ki, niyə Azərbaycan muğamına birinci yer verilib? Burada incə bir mətləb var, onu burada açmaq istəyirəm. Bəlkə kimsə bilir, mən bildiyimi burada deyirəm. Buyurun. 20-ci illərdə Üzeyir Hacıbəyli muğamları sistemləşdirməklə, formalaşdırmaqla məşğul idi. Ona qarşı böyük təfkilər var idi. O vaxtı qəzetlərdə bu fikirlərini bildirirdi, qəzetlərdə başqalarının məqalələri gəlirdi ki, bunu tənqid edirlər. Sən bizim muğamlarımızı şərq dünyasından ayırırsan, əvvəlki sistemin formasını dəyişirsən, bu düzgün deyil. Nədir burada incə məqam? Bəyək Səfiyyətin Urməvinin adını çəkdik, 13-cü əsr. Doğru. Səfiyyətin Urməvi 17 pilləli səs sistemi yaratmışdı. 17 pilləli. Gəldi həmin dövrdə bütün muğam bərqərar olan ölkələrin hamısı 17 pilləli səs sistemindən istifadə etdilər. Bugün də istifadə olunur. İndi bizdə hətta ki, deyirlər çetvertonlar. Əslində mənim fikrimcə onlar mikrotonlardır.
O çetvertonlardan son dövrdə başlayıblar bizim musiqimizdə istifadə etməyə, lakin dövlət səviyyəsində tədbirlərdə xeyr, icazə verilmir. Musiqinin tədrisində icazə verilmir. Dövlət konsertlərində Üzeyir Hacıbəylinin tətbiq etdiyi 12 pilləli səs sistemi üzərində qurulmuş musiqidən muğamlarından istifadə olunur. Üzeyir bəy nə elədi? Günlərin bir günü həmin qəzetlərdə cavab verir ki, nə deyirsiniz? Səfiyyətin Ürməvinin 17 pilləli səs sistemini qəbul edəkmi? Bir gün, 2 gün, 3 gün sonra qəzetlərdə heç bir cavab gəlmədi. Aha, Üzeyir Hacıbəyli bu fikirdən bəhrələndi və öz işini yerinə yetirdi. Çalışdı ta ki 29-cu ilə qədər. 29-cu ildə nəhayət muğam bilicilərini, tarzənləri, ondan sonra klassik xanəndələri topladı ətrafına. Müxtəlif seminarlar, müsamirələr, iclaslar keçirdi. Əfrəsə Bədəlbəyli o zaman gənc idi. O xatirələrində yazır ki, mən orada katib idim. İclasın, seminarın nə sual-cavabları var idi, mən tez-tez yazırdım, qeyd edirdim. Bəzən orada elə fikirlər yürüdürlər ki, Üzeyir bəy əsəbləşirdi. Hiss edirdim ki, əsəbləşir, lakin toxtayırdı, özünü qoruyurdu ki, elmi fikirlərini əsaslandırsın, desin. Bəli, 12 pilləli Avropa sisteminə keçid etdi. Hansı ki, fortepianoda bilirik də, ağ-qara dilləri, 12 pilləli səs sistemi. Lakin orada o tarzənlər qəti etiraz etdilər, dedilər, xeyr, muğamda bunu tətbiq etmək mümkün deyil. Axırda razılaşdılar, 5 dənə muğam pərdəsi saxladılar. Həmin 5 muğam pərdəsi indi də tədrisdə də muğam ifaçılığında da var. Deməli, həmin o 5 pərdə muğam ifaçılığında istifadə olunur. Lakin bəstəkarın mahnılarının bəstələnməsində istifadə edilmir. Ona görə də UNESCO gördü ki, Azərbaycan muğamı Farsın da, Ərəbin də, Uyğurun da, tutaq ki, Özbəyin də, Türkmənin də, Qazaxın da, tutaq ki, Anadolu türklərinin də, Pakistanın da, Hindistanın da hamısının muğamından fərqlənir. Aha, ona görə birinci yeri verdi. Bəli, yəni onun o dahiyana fikri, uzaq görənliyi zaman-zaman dəyərin qiymətini almışdı, bir daha qiymətini aldı. Bu belə. Lakin indi o dediyim kimi, o bəzi adamlar elə bilirlər ki, o çetvertondan mütləq mənada istifadə etmək lazımdır. Xeyr, istifadə etməmək də olar. Məsələn, mənim 2 qarmonum var. Klassik qarmondur. Dediyim ki, Üzeyir Hacıbəylinin səs sisteminə uyğun düzəldilmiş qarmondur. Həmçinin çetver qarmonum da var. Neçə pərdə fərqi var? 5 əlavə pərdə var. Aha. Çetverton pərdə var qarmonda. Mən ondan müəyyən qədər istifadə etmişəm. Ona uyğun melodiyalarda bəstələmişəm. Lakin mən ondan istifadə etmirəm. Klassik qarmondan istifadə edirəm. Çünki bizim musiqimizi tərənnüm edən hal-hazırda bu sistemdir ki, Üzeyir bəyin tətbiq etdiyidir. Mən də özümü Üzeyir Hacıbəylinin nəvəsi sayaraq, evladı, varisi sayaraq o sistemlə gedirəm. Elə Üzeyir Hacıbəylinin nəvəsi kimi söhbətimizi davam etdirək, mənəvi nəvəsi kimi. Zəhmətləriniz böyüdür, dəyərli izləyicilər. Bax, bizim yəqin ki, stolun üstündəki bu kitabları görürsünüz. Səhv eləmirəmsə 20-dən artıq kitabınız var. Və mən o kitabları istəyərdim ki, izləyicilərimizə təqdim edəyəm. Bax, mən tərəfdə Əhsən Rəhmanlı, Xanlar Bəşirov, İlqar Kərvon ansambllar kitabıdır. Sonra Milli Rəqs sənəti yenə Xanlar Bəşirovla birlikdə yazıb hörmətli Əhsən müəllim. Daha sonra Zakir Mirzə zirvəsi 75 il bəhrəsi, yəni Zakir Mirzəyev geniş təqdimata yəqin ki, ehtiyac yoxdur. Bizim deməli Zakir Əliyev, dəyərli xanəndəmiz, xalqla doğmalaşan səs onun haqqında da kitabdır. Amma qalan kitabları Əhsən müəllim özü təqdim etsin, çünki Əhsən müəllimin yanında da o kitablar. Bax, qarmon məktəbini yaradan Əhəd. Aha, qarmon şəhəd. Musiqi tarixində adı qalan, yaşayan Əhəd Əliyev Azərbaycan qarmon məktəbini yaradıb, bəli. Ondan sonraki
davamçılar Teyyub Dəmirov, Məmməd Ağayev, Abbas Abbasov, Qısqam Dadaşova və başqaları həmin məktəbin davamçılardılar. Onun sənətini burada aça bilmişəm. Əhsən müəllim, qarmandan söz düşmüşkən o biri kitablara keçmək. Bax, cəmiyyətdə belə bir fikir də var ki, qarban bizim milli alətimiz deyil. Buna qısa bir arayış verə bilərsinizmi? Yaxşı məsələdir, hamımızı narahat edir. Aha. Hal-hazırda bizim istifadə etdiyimiz bu qarmon ki var ha, burada görünür ha. Bunlar Azərbaycan qarmonudur. Zakir Mirzəyevin müdafiəsində elmi mövzusu belə olub. Qarmonun Azərbaycan xalq musiqisində rolu və əhəmiyyəti. Bəli. Sonra isə onu deməli monoqrafiya şəklində nəşr edib adını qoyub Azərbaycan qarmonu. Düzdür, qarmon Azərbaycana gəlib, lakin mənşəyi harda olub onun? Zakir Mirzəyev öz elmişində göstərib ki, əslində onun da mənşəyi şərqdə olub. Eləmi? Çindən. Çindən gəlib. Tutsa ki, bu bizdə ən qədim alət nədir? Ney. Elm sübut edir ki, dünyanın ən qədim aləti ney və arpadır. Avropalılar neyin əsasında görün, nə qədər nəfəs alətləri düzəldiblər. Fleyta falan. Hər şey, düzdürmü? Bəli. Gördünüz ki, bayaq dedim ki, bu Seyid Əzim Şirvani neyin adını çəkir? Bizdə 19-cu əsrə qədər ney olub ya, ansamblların tərkibində. Sıradan çıxıb. Amma çox istərdi ki, Azərbaycan musiqi ansambllarının tərkibində ney olsun. Bilirsən, dəhşətli səsi var. Neylə tütəyin fərqi var sizcə? Fərqi var. Çox böyük fərqi var. Deməli, o bütün nəfəs alətləri neyin evladlarıdır? Dedim ki, çəng qədim alətdir. Çəngin əsasında Avropalılar arfa düzəldiblər, genişləndiriblər, eləyiblər. Bizim bir görkəmli alim, Milli Konservatoriyada elmi laboratoriyanın sədri Məmməd Əli Məmmədov. Çəngi bərpa eləyib. Onun da yubiley yaşı idi bu günlər. Təbrik edirik. Onun ayrıca yubiley olacaq. İnşallah dövlət səviyyəsində eləyəcək, Milli Konservatoriyada iştirak edəcəyik. Yəni, bizim istifadə etdiyimiz Azərbaycan qarmonudur. Aydındır. Yəni, bunu burada deyim, üzr istəyirəm. Buyurun. Bax, Rus, ondan sonra Çeçen, ümumiyyətlə Şimali Cənubi Qafqaz xalqlarının qarmonları, Tatarların qarmonları, Gürcünün qarmonu, Azərbaycan qarmonuları hamısından fərqlənir. Hamısından fərqlənir. Həm quruluşu ilə, həm də ki, sağ-sol məsələsi var, fikir verin. Bəli. O dediyim xalqların hamısında akord sistemi var. Amma bizdə görürsünüz, iki sıralı səs ardıcılığı, səs düzümü var. Vaxtı ilə dəm, züğ tutmaq kimi istifadə ediblər, lakin indi bizim mahir ifaçılar akord sistemi. Bu islahat kimdən başlayıb qarmanda? Qarmonda birinci islahat hələ Əhəd Əliyevdən başlayıb. Aha. Lakin sonraki illərdə o Hüseyin Həsənov tutsa ki, çetverton qarmonu edib, o da bir islahatdır. Lakin mənim tədqiqatlarımdan məlumdur ki, əslində Əhəd Əliyevin 3 qarmon olub. O qarmonların biri çetverton qarmon olub. Sual verirlər, ben niyə çalmayıb? Əhəd Əliyevin bizim əlimizdə olan seyyah ifası qramofon valıdır da, 38-ci ildə istehsal olunub. Bir üzündə saz çalıb çağırgahda, heç kəsin çala bilmədiyi sazda bir mövzu çağırgah çalıb. Bu burada da xaric seyyah, si pərdəsində seyyah çalıb. İndi Üzeyir Hacıbəy sağdır, o 42-ci ildə dünyasını dəyişib Əhəd Əliyev. Üzeyir Hacıbəyli 48-ci ildə. Üzeyir Hacıbəylinin dövründə çetverton qarmonla radioya səs yazdırarsan, qrafonla səs yazdırarsan mümkün deyil idi. Bayaq qeyd edeyim ki, Azərbaycan səs sistemi formalaşdırır. Doğru, doğru. Bu belə. Bax, fikir verin, mən tədrisdə işlədiyim zaman mən metodik göstəricilər, proqramlar da yazmışam ki, istifadə olunub, indi də istifadə olunur. Bax, çağırgah muğamı haqqında bütün toxunmuşam. Çağırgahın adı hardan gəlir? Çağırgah 4-dən gəlir də. Hə, yox. Bir söz, rasta deyiblər yeygah. Yəni birinci muğamı.
Yekgah, birinci muğam. İkincisi dügahdır. Aha. Sol oldu ləda. Sonra ya seygah. Üçüncü seyyahdır. Əhəd Əliyev də həmin pərdədə, sidə çalıb. Dördüncü çağırgahdır. Pənciyah, həftgah, muğamlar belə də adlanıb. Belə adlanmalar da olub. Çağırgah oradandır. Mən yadıma gəlir ki, bəlkə də burada yeridir, amma deyiləm. İndi Azərbaycanda çağırgahın ən mahir, görkəmli ifadəsi Sabir Mirzəyev sayılır. Bəli. Sabir Mirzəyevlə mən hardasa 80-ci illərin ortalarında Bərdədə bir toydaydıq. Sözün həqiqi mənasında möcüzə göstərirdi. Zil səs tələb eləyən muğamdır da. Bəli, 4-5 dəfə çağırgah oxutdurmuşdular. Yerdən bir orta yaşlı adam, görünür ziyalı idi. Dedi ki, Sabir müəllim, elə oxuyursunuz ki, məclisi tərk edə bilmirəm. Heç yerə gedə bilmirik, həmişə əlimizə düşməmişsiniz ki. Amma niyə çağırgahda Hilsar da var, Hilsar oxumursunuz? O belə cavab verdi. Dedi ki, oxudum da, mayə oxudum, bəstələri oxudum, müxarlı oxudum, mənsuri oxudum. 4 üstə də, mən də gəncəm, mənim yadımda elə qaldı. Xeyr, elə deyil. Mən indi izah verdim ha. 4-cü səs. Yekgah, dügah, seygah, çağırgah. Amma Sabir Mirzəyin dediyini qəbul etmişdim, gənc idim. Mən elə elmə gəlməmişdim. Elmə gəlib tədqiqatlar aparandan sonra çox möcüzəli məsələlər meydana çıxdı. Elmi tədqiqatlarım indi də davam edir. Bu Teyyub Dəmirovun haqqında kitabdır. Bəli. Bu dövlət sifarişi ilə yazmışam. Dövlət sifariş verib yazmışam. Deyə bilərsiniz ki, o birisi kitablar hamısı qalın-qalındır. Niyə belədir? Onların tələbatı belədir. Artıq səhifəyə, artıq şəkillərə pul xərcləmək istəmirlər. 100-120 səhifədən artıq olmaz. Mən də ona görə belə yazmışam. Dövlət sifarişi ilə Azərbaycanda ilk balerina, istiri xalq artisti Qəmər Almazzadə haqqında dövlət sifarişi ilə kitab yazmışam. Azərbaycan rəqs sənətinə, balet sənətinə nələr gətirməyib bu adam. Bunlar unudulmalı deyirlər. Bunu dövlət sifarişi ilə yazmışam. Bu, Qubada mahir bir kaman çalan olub, bərpa işləri də, təkmillər işləri də görüb. O da onun haqqındadır. Bax, qarmon ifaçılığı sənəti bu onun Azərbaycanda tədrisi. 2008-ci ildə çıxıb. Lakin sonra davam etmişəm. 2014-cü ildə daha geniş şəkildə tədqiqatlarım böyüyüb, daha çox məlumatlar əldə etmişəm, bunu etmişəm. Lakin belə bir kitabın rəngi də, üz qabığı da belə 2016-cı ildə də çıxıb. Bəli. Bu belə. Bu isə keçən il çıxıb. 4-cü nəşrdir. İndi böyük mənə zəng elədilər ki, bəs nəşriyyatdan gedirik kitabları götürməyə, bugün artıq 5-ci və sonuncu nəşri çıxır. Sonuncu. Daha mən bu işlərə qayıtmayacağım. Özümdə başqa işlər var. Başqa işlər görməliyəm. Bax, bu Azərbaycanda klarnet ifaçılıq sənəti. Çox böyük tədqiqat işidir. 1000 səhifəlidir. Görün. Burada həm gedib müxtəlif ölkələrdə musiqi təhsil alıb gələn klassik klarnet ifaçılardır. Orkestrada çıxış edirlər. Həm də xalq ifaçılarının hamısının burada haqqında məlumat var. Bu belə. Siz bilirsiniz ki, mən Baba Mahmudoğlu'nun nişan ansamblının rəhbəri olmuşam. Şad olsun. Ona görə də onun yoldaşı Amələ xanımın sifarişi ilə mən bu kitabı yazmışam. Doğrudan da həqiqətən marağa səbəb olub. Çünki qulağımıza gəldi, çatdı ki, oxucular çox razı qalıblar. Baba Mahmudoğlu'nun da musiqimizdə zəhmətləri böyükdür gerçəkdən. Deməli, bayaq dedim ki, tədris vəsaitləri fikir verin. 2000-ci illərdə Təhsil Nazirliyi qərar qəbul etdi ki, bu kolleclərdə muğam tarixi fənni tədris olunsun. Onu da ölkədə ilk o proqramı yazan mən olmuşam. 10 il bundan istifadə olunub. 10 ildən sonra tələb ediblər ki, yeni proqramlar yazılsın. Bax, muğam tarixi fənni proqramıdır. Bunları kitablar
qaldı. Hə. Bax, Mirnazım Əsədilbayev haqqındadır. Gözəl. Sənətə sədaqət. Bütün ömrünü musiqiyə həsr edib, burada onun xidmətini, həyatını, fəaliyyətini geniş şəkildə əhatə edə bilmişəm. İndi hazırda Ənvər Sadıqovun haqqında yazdığım kitab nəşrə hazırlanıb. Sadəcə nəşriyyatda vaxt gözləyirəm ki, mənə desinlər ki, filan günü gəl, sizin vaxtınızda. Buradan Ənvər müəllim də salamlayırıq. Dəyərli virtuoz sənətkarımız gerçəkdən. Qarma musiqisinin nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından xaricdə də tanınmasında müstəsna əməyi var. Və musiqimizə zəhmət çəkən hər kəsə, həyatda olan, olmayan, hamının ruhunu, olmayanların ruhu şad olsun. Əli Həkşunası mən xüsusi qeyd etmək istəyirəm. Bu yaxınlarda elə Əhsən müəllimin təşkilatçılığı ilə onun anım mərasimi keçirildi. Nasir Səhənd, onlar Güneyli qardaşlarımızdır. Vətən hüdudlarından kənarda musiqimizin qeyrətini çəkiblər və Həsən Azərbaycan, Həsən Dəmirçinin adını xüsusi qeyd etmək istəyirəm. Və Azərbaycanda da qarman sənətinin adı gələndə Avtomobil İsrafilovdan üzübəri, yəni Kor Əhəd onun adətən el arasında adı elədi, amma Əhəd Əliyevdir də səhv eləmirəm. Əhəd Əliyev demişəm mən həmişə elə demişəm. Yəni el arasında yəqin gözləri də problem oldu. Gözdən əlil olub, belə olub. Teyyub Dəmirov və sonra Dedim Məmməd Ağayev dedim. Əflatun var idi Salyanda. Salyanda Rıza Şıxlar olub, Əflatun Ağayev olub. Onlar ustad olublar. Gerçəkdən ustad olublar. Və onlar əsl Əhəd məktəbinin layiqli davamçıları olublar. Onların ifasını görmüşəm, ona görə adlarını qeyd etməyə özümə borc bildim. Əhəd Əliyev bir müddət Salyanda yaşayıb. Eləmi? Bildirmişəm, o kitabda bildirmişəm. Səbəb, o Məşəd ziyarətinə gedəndə gizli yolla gedilirlərmiş. Onda həbs eləyiblər və mövcud qanunlara əsasən onu Salyana sürgün ediblər. Onun üçün ev tutublar orada. Bəlkə də o məktəbin əsasını qoyub. Rıza Şıxlarov 13 yaşı varmış. Ağıllı, fəhmli uşaqda gəlib deyib, ata, o qramofon balından, radiodan eşitdiyimiz adam var ha. O buradadır, o gözdən əlidir. Onu gətirək evimizə, otağımızın birini ayıraq. Mən ona qulluq edəcəm ata. Sizə zəhmət olmayacaq. Deyib, baş üstə gedək gətirək də. Gətiriblər onların evində qalıb, haradasa il yarım. O zadı qutarıb, həbs müddəti qutarıb, sonra gəlib. O deyib ki, oğlum sən çox istedadlı uşaqsan. Nə bu il yarımda nəyə imkan oldu onu sənə öyrətdim. Əfsus ki, hamısını öyrədə bilmədim. Mənim vaxtım qutardı, getdim. Yəni, onlar Əhəd məktəbinin davamçıları. Ruhları şad olsun hamısının və biraz da cəsarətlə deyirəm ki, o məktəbin elə ləyaqətli davamçısı istər qarmon sənətini, istərsə də musiqimizə bu xidmətləri eləyənlərdən biri də sizsiniz. Sizə də can sağlığı deyirik. Yox, məndən öncə Zakir Mirzədir. Yox, Zakir Mirzənin bayaq adını çəkdik. Bəli. Avtomobil İsrafilovun da adını çəkdik. Mən niyə görə? Siz həm də pedaqoqsuz, həm də bu sahənin tədqiqatçısınız, yazırsınız. Ona görə sizin zəhmətiniz xüsusi qeyd olunmalıdır. Amma istər-istəməz düşüncələrdə belə bir sual ilişib qalır ki, bəlkə də bu sual ritorik sualdır, hamımız bilirik onun cavabını. Bax, bütün bu işlərlə Əhsən Rəhmanlının missiyası nədir? Nəyi göstərmək istəyir və nəyə nail olub? Bir söz, uşaqlıqdan musiqiyə istedadım olsa da, lakin o zamanki əyalətdə yaşamışıq, əvvəla atamın heç imkanı olmayıb ki, mənə üçün çalğı aləti alsın. O nə olubsa mənə bağışlayıblar. Həm də bizim musiqiçi olmağımızı istəməyib. Lakin mənim talimdə var imiş ki, gəldim mən əvvəl ifaçı, sonra musiqiçi oldum. Bu missiyanı bizim çiynimizə əslində uca yaradan qoyub. Biz kimik ki? Bir halda ki, müqəddəs kitabımız Quranda yazılır ki, Allahın izni olmadan ağacdan bir yarpaq belə düşə bilməz. Bu istedadı bizə verən Allahdır. Bizim çiynimizə bu missiyanı qoyan o yaradandır. Mən də bu musiqiyə xidmət etmişəm, bacardığımı qədər. Düşünürəm ki, sədaqətlə xidmət etmişəm. İndi də bu davam edir. Mən bayaq bəstəkar kimi dediniz, bəli, mənim 80-dən yuxarı ümumi deyirəm. Mahnılarım, dəramətlərim, rənglərim, diringilərim, oynamalarım, instrumental melodiyalarım var. Bəli. Bu 44 günlük bu müharibənin qələbəsinə həsr olunmuş mahnım da olub ki, Zakir Əliyev televiziyaların hamısını da oxuyub. İldönümlər də oxuyub. Türklüyümüz yenilməz.
Bəli. Onun musiqisi mənimdir. Yəni mənim indi də instrumental melodiyalarım var ki, hələ studiyalarda yazılmayıb. Həm mahnılarım da var ki, hələ yazılmayıb. Yazmaq lazım. Yazmaq lazımdır. Amma qaldı ki, məndə evdə o 100 vərəqli dəftərxana dəftərlər olur. Bir dənə də olur adi 50-60 vərəqlik dəftərlər. Bunların içərisində başqa qeydiyyatlar var. 100 vərəqlilərdə daha dərin qeydiyyatlar var ki, 16 dəftərdir. 16-nın 10-unda illərlə muğamlar haqqında topladığım şeylər var ki, arzum var ki, mən də muğam kitabı yazım. Lakin elə tam hazır deyiləm. Ömrü imkan versə edəcəm. Bilirsiniz, 6-7 muğam kitabı var. Görürsən ki, yaxşıdır. Hamısını oxumuşam, hamısını əldə etmişəm barımdır. Lakin orada razılaşmadığım şeylər var ki, çox muğamların, şöbə və güşələrinin izahları düzgün deyil. Yəni boşluqlar var. Düzgün deyil, izahlar düzgün deyil. Məsələn, adı bir şey deyirəm ki, bəstəniyar. Hamısı izah verir ki, hə, bəstəniyar gözəl, qəşəng qızdır, bəstə boylu xanımdır, budur. Buradan da deyirlər ki, çağrıya müharibə mövzusudur, döyüş vuruşdur. Cəngidir, cəng. Hə, bəstəniyarda bu həzinlik var falan var. Xeyr, mən o tapmışam, amma indi deməyəcəm. Kitab yazanda deyəcəm. Hə, yaxşı. Ki, o nədir? Bir hissəsini deyirəm ki, Bir hissəsini deyir. bəst. Elə bir yerdir ki, insanların qorunmağı üçün. Qaçır, canını qutarır, gəlir həmin yerə daxil olandan sonra heç kəs onu oradan çıxada bilməz. Çünki o hüququ var ki, oraya daxil olubdur. Tutaq ki, dinə görə nəsə fikir bildirənlər, daşa qalaq etməkçilər canını qutarıb gəlib ora. Belə-belə də. Bəs, qalanın izahı da sonra məndədir, verəcəm. Yəni, qalanını verə bilərəm mən. Yəni orada bəstə nigardan söhbət. Nigar saxlamaqdır fars dilində. Bəstə də qapalı yerdir. Yəqin ki, onu deyəcəksiniz. Amma sizin deyəcəyiniz daha ətraflı olacaq. Burada bir maraqlı sual yadıma düşdü ki, bax, sizin iradlarınız var, haqlı iradlarınız var. Amma bu da bir, deyirlər, Əhsən Rəhmanlı Azərbaycan musiqisinin qeyrətini çəkir. Bax, bu qeyrəti çəkə-çəkə nəyəsə dəyişə bilmirsinizmi? çox şey dəyişmişəm. Məsələn? Sizə təəccüblü gəlməsin. Deməli, 50 yaşından sonra mən anladım ki, musiqi nədir. Aha. O vaxta qədər toylarda, konsertlərdə çalırdım, bəyənirdilər. Konsertdən sonra gəlib xoş söz deyirdilər. Hələ bir dedim ki, hələ nəsə eləmişəm. 50 yaşdan sonra dərk etdim ki, mən musiqidən heç nə bilmirəm. Toylarda başıma pul səpiblər. İndi oxucular məni bağışlasın, qəribə gələr oraya. Olan şey deyirəm. Ucarda toydaydım, seyyah sifariş veriblər. O aləmə daxil olmuşam, çalırıma gözümü yummuşam, səhnə də hündürə idi. Birdən gördüm, əlimi çəkirlər. Əlimi çəkirlər, gözümü açanda gördüm ki, bir nəfər orta yaşlı kişi əlimi öpür. Tez çəkdim əlimi bayana. Deməli, mənim seyyahımın təsiri idi ki, onun hisslərini oyadıb. Deməli, mənim seyyahımda emosional təsir olub ki, insan olsun deyib. Niyə gəlirəm? Mahnılar düz oxunmayıb. Mahnıların çoxsu düz bəstələnməyib. Vurğuların yeri düz deyil. Adi bir şey deyim, pisa ki, mən Əhsən TV-də danışmışdım ki, Qubanın ağalması düz deyil. Quban, məsələn, uşaq vaxtı eşidirdim radioda, oxuyur ki, radioda. Qubanın ağalması yeməyə dağ alması. Düz deyil. O bağ olmalıdır. Qubanın ağalması yeməyə bağ alması. İzahım istəsiz vaxtımız varsa verim, yoxsa dayanım burada. Yox, mən istəyərdim bir neçə belə bir, keçən dəfə də söhbətimizdə maraqlı. Məsələn, Apardı Sellər Saranlı ritmi ilə bağlı iradınız var idi. Bax, onu izləyicilərimiz maraqlı olar. Bilirsiniz, Apardı Sellər Saranı haqqında mən Əhsən TV-ni izləsinlər, sizin izləyicilər. Orada kimlər ki, o mövzuya toxunublar, hamısını bildirmişəm. Həmçinin Fərman Kərimzadəni də. Yəni, Fərman Kərimzadə tək deyil. Haradasa 12 Azərbaycan şairi, yazıcısı o məsələlərə toxunublar ki, o Xançobanların faciəsidir. Sara Xançobanın gəlinidir. Oğlunu evləndirib, Gərdəyə gəlin gətirib. İndi neçə gündən sonra gəlin üzrə çıxıb, qızlara, gəlinlərə qoşulub arpaçaydan su gətirir. Əbu Səid də o Moğolların zatta Urmiyədə qurduqları dövlətin başçısı, sonra Təbrizi mərkəz ediblər də.
O görüb o xanımı bəyənib, deyib ki, o gətirin mənim hərəmxanama. Bəs vəzir o deyib ki, Qiblə aləm sağ olsun, o Xan Çobanın gəlinidir. Xan Çoban da əmirdir. Həmin hakimiyyətdə əmirdir, sədaqətlə xidmət edir. Özü sərkərdədir, döyüşçüdür, mərd adamdır. Ümumiyyətlə, tarixdə Xan Çobanlılar mərd adam kimi olublar və onlar da tarixdə yazıblar, elə də qeyd ediblər. Bu əmr verir ki, əmri yerinə yetirin. Əmri yerinə yetirin, qızlar hamısı çiyinlərinə səhəng gəlirlər. Bunlar o fərraşlara göstəriş veriblər, hücum edin, onu tutun, gətirin. Həmin anda qızlar görürlər ki, bunlara dəymir. Bu hiss edir ki, bunu tutacaqlar. Tez səhəngi atır, çay yuxarı qaçır ki, canım qutarsın. Arpaçayın ən hündür yerinə gəlir, qayanın üstünə. Görür ki, artıq əl alıb tutacaqlar. Bu bir fəryad edir. Fəryad edir, xalqın gözünün qarşısında özünü atır çaya və dalğaların arasında boğulur. Yəni, namusunu qorumaq üçün. Namusunu qorumaq üçün. Ona görə orada deyirlər ki, arpa çayı açdı, daşdı. Sel saranı aldı, qaçdı. Ala gözlü, qələm qaşlı, apardı sellər saranı. Bir ala gözlü balanı. Yəni, onun gözəlliyində, ala gözlüyündə vəsf edirlər. O biri bənddə deyir ki, gedin deyin. Gedin deyin Xan Çobana, Gəlməsin. Gəlməsin bu il Muğana. Muğan batıb nahaq qana. Apardı sellər saranı. Bir ala gözlü balanı. İkinci bənd belədir. İndi burada bir maraqlı bir Baba, şey var. qoy bunu deyim, üzrüsüdən. Arpasay Muğanda deyil axı. Bu məsələ var da. İllərlə mən onu tədqiq eləyirdim, sonra tapdım. Aha. Arpaçay Türkiyədən gəlir. Doğru. Gəlir Qərbi Azərbaycan ərazisinə Naxçıvana keçir. keçir. Orada da bir Muğan kəndi var. Aha, oldu. Oradan keçir gəlir Naxçıvana. Naxçıvandan keçir gedir Culfada tökülürmüş Araza. Doğru, doğru. 1972-ci ildə Heydər Əliyev hakimiyyətdə olanda o Naxçıvanın su təchizatını təmin etmək üçün, qıtlıqdan xilas etmək üçün 5 kəndi köçürürlər başqa yerə, biri də Muğan. Arpasay su elektrik stansiyası, su ambarı. Dəryaça. Dəryaça yarandı. Oradan su vururlar Naxçıvanın hər yerinə. Aha, doğru. O həmin Arpaçay dəryaçasının yerində kəndin biri Muğan imiş. Həmin Muğandır. Həmin Muğan. Aydındır. Çünki o Əmir Xan Çobanın orada ərazisi var imiş. Hər il ora gəlirmiş. Ona görə deyirlər ki, gəlməsin bu il Muğana. Amma gəlir. Bu oldu. Amma gəlir. İndi gəlməyini deyəcəm. Orada bir məsələ var ki, o biri bənddə deyir ki, arpa çayı dərin olmaz. Aha. Axar sular sərin olmaz. Sara kimi gəlin olmaz. Apardı sellər saranı, bir ala gözlü baranı. Söz təhrif olunub, söz belə olub. Arpa çayı dərin olar. Axar sular sərin olar. Sara kimi gəlin olar. Sual var orada. Ha? Onu musiqidə sualı bildirmək olmur. Anlaşılmır. Rahat olsun deyə deyək. O dəyişiblər. Xeyr, su bir yerdə qalanda hava ilə ilıq olar, qızar. Axar su elə həmişə sərin olur da. Doğru. Əl üzümüzü yumuşuq o qədər uşaq vaxtı çayda, kürdə, orada, burada. Hansı bölgələrə, toylara getmişəm, çayları görmüşəm də. Bax, o da təhrif olunub. Onu da Əslən TV-də fikrimi bildirmişəm. İndi ritmin məsələsi dedir. Deməli, çaydan tutdular, gətirdilər. El qaydasında onu yudular, kəfənlədilər, apardılar, dəfn edildilər. İndi 40 gün yas mərasimidir. Xan Çobanlar hələ bir adam deyildi ki, orada ağalar deyiblər. Müxtəlif ağalar deyiblər. Bu son illərdə Azərbaycan Folklor İnstitutu hardasa bir 20 il bundan qabaq o bölgəyə gediblər. 15-16 bənd tapıblar. Bu 3 bənddən istifadə olunur. Lakin bənd çoxdur. Yəni hərə bir bayatı deyib də. Ta ki ağı deyir. Arpa çayı açdı daşdı. Ağlayırlar. Arvadlar ritim tutur. Dizinə döyür. Kişilər neynir? Kişi məclisində sinə vururlar. Yəni o ritmdə olmalıdır. Bu ritmdə olmalıdır. Aydın. Bu faciədir. Faciəni əslində toya, konsertə gətirmək düzgün deyil idi. O faciə kimi vermək lazım idi. Aşıqlar görüblər, bəyəniblər. Onu gətiriblər toylara, aşıqlar. Sonra xanəndələr götürüblər. Sonra qramofon balına yazıblar. Sonra radioda, televiziyada oxuyublar, gəlib olub bu. Hə, 6-8 musiqi. Olmaz.
Onun ritmi budur. Ritmi budur. Ritmi budur. Bunlar mənim tədqiqatlarımdır. Kimsə razılaşmaya bilər, özü bilər. Amma Baba Mahmudoğlu da bizim mahnıları araşdırırdı. Öz fikirləri var idi. O vaxt elə bilirdilər ki, bu havalanıb. Havalanmayıb, ağıllı adam idi o. Öz töhfələrini ortalığa qoymaq istəyirdi. O məndən niyə görə istifadə edirdi? Həmişə deyir ki, Əsləncan, sənin qafan işləyir. Ya maestro, sənin qafan işləyir. Ged apardı selləri sana işlə, aranjmanları gətir mənə təhvil ver. Etdim. Radioda yazdıq. Yazdıq dediyim kimi. Sonra o vaxt münsiflər heyəti onu pozmuşdular. Ki siz mahnını körramısınız. Amma bir şey duymuşdular. Bunu ləğv eləmişdilər. Oxuyanlardan tələb edirdilər ki, belə oxuyun. Aydındır. Bu ritmlərin adları yoxdur. Məsələn 6-8, 3-4 bunlar bizdə yaxşı məsələyə toxundunuz. Bir nəfər Azərbaycanda Ustad Nağara çalan var. Mən ona ideya vermişəm. Bu ideyalardan istifadə elə, bunları qoy ortalığa. Özdə bu bizim mətbəximizin sirridir. Heç kəsə demə. Sən bunu bacararsan. Bu bir yaxında mən səhifəmdə yazmışdım ki, həmişə ifaçılardan eşidirdim ki, 3-4 ritmimiz var da, nəyimiz var ki? Elə deyil. Bizim ritmlərimiz o qədər zəngindir ki, hər xalqda o yoxdur. Bizdə aşıqların sinkopa ritmləri var. Aşıq musiqisinə diqqətlə fikir verin, saz çalır, özü oxuyur. Sinkop ritmlər var, çətin ritmlər var. Bizdə kimsə deyir ki, zataklar falanlar. Ona görə burada məsələ demirəm. Çünki ona demişəm ki, sən o kitabı ortaya yazıb çıxadana qədər bu ikimizin sirri olmalıdır. O da indiyə qədər heç nə eləməyib. 3 il bundan qabaq ideya vermişəm. Ucundan, qulağından deyək, bəlkə də o kitabı çıxarmağına da bir stimul olar. Yox, deməyəcəm. Lakin onu burada bildirirəm ki, bilirəm çıxışımız sona yetir. Bir sualım qaldı, Əhsən mənim. Buyurun. Bir sualım qaldı. Ümid edirəm ki, o dostumuz da o kitabı ərsəyə gətirəcək. Bizim bugünkü musiqimizin durumu, efir məkanının durumu, yəqin ki, siz də qəbul edərsiniz indi. Siz də illərdir bu sahədə külünk vurursunuz. İnsanlarda efir məkanına, efirdə səslənən musiqilərə çox ciddi təpkilər var. Siz necə düşünürsünüz? Təpkilərdə insanlar haqlıdırmı? Yoxsa bizim efir məkanımız necə deyirlər, tənqidə layiq deyil? Bəlkə də özümüz tənqid eləməliyik, etməməliyik. Bütün bunları sizin dilinizdən eşidək. O, deməli, Manaf Süleymanlı yazışı idi. Bir dəfə evindən müsahibə götürürdülər. O, sual verən xanım dedi ki, tənqidə münasibətiniz necədir? Dedi ki, tənqidi kim xoş deyir ki? Ona görə mən heç kəs tənqid etmirəm. Kim tənqidi bəyənir ki? Ona görə də tənqidi qəbul etmirlər. Tənqid edənləri efirə buraxmırlar. Radioda deyirsən, tənqidi fikirləri bildirirsən, gəlib evdə qulaqsan görürsən ki, montaj edib hamısını çıxadıblar. Tənqid olmayan yerdə də inkişaf olmaz. Tənqidi bəyənmirlər. Ancaq o sıra orada 7-8 nəfər oğlanlı, qızlı, qadınlı kişilə otururlar. Bu idarə edən də suallar verir. Hamısı bir-birini tərif edir, çıxıb gedirlər. Bu belə, bu xoşa gəlməzdi. Uzun illər bu musiqi verilişlərində əxlaqsız söhbətlər oldu. Bu da yol verilməzdi. İndi yığışdırırlar, yaxşı. Amma düşünürəm ki, onlar yenə də yol tapacaqlar. Çünki Azərbaycanda musiqi bazarı var. Musiqi bazarı. Musiqi bazarı toy bazarına xidmət edir. Toy bazarına. Toylar nələr tələb olunursa, bu gəlib elə şeyləri oxuyurlar, eləyirlər ki, cəmaat orada görür, bəyənir, toyuna dəvət edir. Da ki, dəstə ilə 20 minə gedir və yaxud da tək gedir 10 minə. Misal üçün. Onlar bazara xidmət edirlər. Biz onu qəbul etmirik. Tutsa ki, mən bu vətənin musiqisinə xidmət edirəm, mən istəyirəm ki, bu şeylər düzəlsin. Tutsa ki, vurğular düz vurulmur mahnında, öyrədirəm, deyirəm orada. Bəzi adamlar götürür. Bəzi adamlar deyir ki, əşi danışır da öz üçün, necə var idi, elə qalsın. Xeyr, necə varsa elə qala bilməz. Musiqimiz inkişafdadır. İnkişaf var, lakin geriliyi də var.
Dediyim kimi, mahnılar bəstələyirlər uzada. Tutsa ki, cənnətimi Qarabağ, zinətimi Qarabağ. Niyə olmalıdır ki? Cənnətim Qarabağ, zinətim Qarabağ. Dedim, vurğu. Nəğmələr gülüstanısan, sevgi dastanısan. Nəğmələr gülüstanısan, sevgi dastanısan. Xeyr, nəğmələr gülüstanısan. Nəğmələr yox. Nəğmələr gülüstanısan. Yəni burada vurğularda problem var. Vurğularda fərq var. Və yaxud da deməlidir, sevgi dastanısan, deyil. Sevgi dastanısan. Onu musiqidə oxutulmaq çətindir. Amma nətər olur, Azər Zeynallı onu otuzdurdu, siz eləyə bilmədiniz. Mahnılarımızın hamısı o vəziyyətdədir. Və kim düzəldəcək? Kim düzəldəcək? Mən sizdən sorayım. Mən istəyirəm düzəldəm də, hara çağırırlar məni ki? Sa ki, hansı verir sizdən gələdi ki, gəlin bizim mahnılarımızdakı kəmkəsərlər haqqında danışaq, çalışaq ki, onları düzəldək. Kimin vecinədir? Hansı efir məkanına ona marağı var? Yoxdur. Hansı o televiziyanın sədrinin ona marağı var? Yoxdur. İndi mən bu şeyləri bilirəm, yaşlı adamam, xəstə adamam, hiss edirəm ki, gec-gedə gücüm azalır. Axırda azalacaq, qutaracaq da, gedəcəm də. Və bunları kim deyəcək? Özümlə qəbrə aparacam axı. Amma orada lazım deyil. Mən bunlara görə qanlara istəmirəm ki. Buna görə çox sağ ol da istəmirəm. Amma istəyirəm ki, bunları düzəldək. Bəyək o Qubanın qalmasın dedim ha. Sözü dedim. İndi düzəldiblər. İşte, amma orada başqa problem də var. Qubanın ağalması, agülüm yeməyə dağalması. Baxsa uşaqsan, baxsa da mahnı öyrədir uşaqlara. Ritim var da, Qubanın ağalması. Heç agülüm demirəm. Qubanın ağalması. Orada çalğı getdi. Yeməyə dağalması. Yeməyə demədim ki. Bu düz deyil. Dağ yoxsa bağ? Yox, bağ. Bağ. Bağı nəyə görə dedim, o yeri gəlmişən deyim. Çünki dağ alması acı olur. Balaca olar. Turuş olur. Turuş olur, acı olur. Meşə alması da cır olur, acı olur. Bağ alması nəyə görə yaxşı olur? İzahım verirəm də. Çünki bağı həmişə aqillərimiz, babalarımız, ulularımız münbis yerlərdə salıblar. Münbis yerdə yetişən meyvə dadlı, ləzzətli olar. Həm də gübrə verirdilər onlara. Həm də vaxtında budağın buduyur, neyinir filan, hava dəysin ona filanlısın. Bağ alması ona görə yeməli olur. Bax budur. Adı dedim də, mahnılarımızın əksəriyyətində mənim iradlarım var, özü haqlı iradlardır. Bax, tutsa ki, qoyuram ora, 1502 nəfər, 3000 adam baxdı. 3-4 nəfər musiqiçi ya ifaçı filanlı fikir yazır ki, Həsən müəllim doğru deyirsiniz, sağ olun filan. Qalan hamısı kənarda, 1500, 1800, 2000, 3000 kənardadır, biri fikir bildirmir. Biri demir ki, mən sizdən götürdüm onu, çox sağ olun, nə yaxşı izah verdiniz. Yoxdur. Ki, gərək mən Milli Məclisin üzvü olam ki, siz mənə qəbul edəsiniz və yaxud da Nazirlər Kabinetində işləyəm qəbul edəsiniz və Mədəniyyət Nəzarətində işləyəm onda qəbul edəsiniz. Bu biliyi Allah verib də mənə. Mənim günahım var ki, Allah mənim yadıma salıb bu şeyləri, sənin yadıma salmayıb, mənim yadıma salıb. Mənim nə günahım var? Mən görürəm ki, Allah təala onu mənə verib, mən bunları düzəldim də. O mənadadır, Rüfət bəy. Yəni, siz də ziyalı adamsınız. Çox təşəkkür ederim. Və verilişlərdə çalışırsınız ki, yaxşı problemlərə toxunasınız. Yəni, cəmaata bilgi verəsiniz. Maarifləndirmə missiyamızdır da. Böyük missiyadır. Lazımlı işdir, çox lazımlı işdir. Mən sizə can sağlığı diləyirəm, Həsən müəllim. Çox sağ olun. Bayaqlar dediniz ki, hər kəsin ömrü qutaracaq, mənim də. Mən sizə o qədər ömür diləyirəm ki, işləri yekunlaşdırmağı bacarasınız. Çünki bu işlər millət üçün vacibdir, Azərbaycanımız üçün vacibdir. Ona görə sizə can sağlığı diləyərək bugünkü verilişimizə bir vergül qoyaq. Başqa bir zaman elə qaldığımız yerdən davam edərik. Yəni, başqa, belə deyək, pəncərədən dəyərləndirərik biz musiqimizi. Əlbəttə, sizin üçün önəmli olan mövzuları biz hər zaman efrimizdə səsləndirməyə hazırıq. Sonda yenə söz sizindir. Təşəkkür edirəm. Göyün yerə həsrətidir. Süzülübdür gilə-gilə. Bulaqların dodağından nəğmələnib gəlib dilə Azərbaycan musiqisi. Gözəl. Anaların layrasıdır, nənələrin nəfəsidir. Aşıq Ələsgər ürəyi
Üzeyir bəyin səsidir Azərbaycan musiqisi. Sehirli seyyah davul ürəkləri salır bəndə. Bu dünyanı heyran qoyur tar kamanda, şur dinəndə Azərbaycan musiqisi. Hər pərdədə dinən xal da bahar ətri, yaz gülüdür. Yad tanımaz, sərhəd bilməz, təbiətin öz dilidir Azərbaycan musiqisi. Əsrlərdən gəlir səsi. Cəngiləşib, yallı olub, yüzlərin nərəsidir Azərbaycan musiqisi. Bu dünyanın yaşındadır, Daşqavaldan gələn haydır. Son illərdə qələbələr harayıdır Azərbaycan musiqisi. Azərbaycan musiqisi. Azərbaycan musiqisi möhtəşəmdir, əzəmətlidir, zəngindir, həmişə yaşardır. Dünyanın hər yerinə yayılandır, bəyəniləndir, seviləndir, dəyərləndiriləndir. Yaşasın Azərbaycan musiqisi, onun musiqini yaradanlar, yaşadanlar, təbliğ edənlər. Çox sağ olun Əhsən müəllim. Elə dilimiz kimi, mədəniyyətimiz kimi, vətənimiz kimi musiqimiz də yaşasın. Bu diləklə bugünkü proqramın sona çatdırırıq. Sağ olun, sağlıqla qalın.